bir neçə gün əvvəl 3 gün əvvəl, 4 gün əvvəl səhv eləmirəmsə, bu çərçivə bax bu cür idi. Verdik bu arılara, içərisini şanı hördülər, içərisini başladılar baxın bu cürə doldurmağa. Baxın, istəsəz belə də göstərə bilərəm sizə. Bax, bütün içərisi baldır. Balla doldurdular. İçərisindəki bal birə-bir eynidir. Bunu yerləşdirək geri. İndi isə mən sizə o bir şanı göstərəcəm. Bu şan arı tərəfindən hörülüb, bunun içərisindəki bal da birə-bir eynidir. Bu gördüyünüz bal 35 manatdır içərisindəki. Burada da, burada da. Amma bu şanla bir yerdə bu satış ettiğimiz zaman, bu gördüğünüz şanla bir yerdə satış ettiğimiz zaman, bunun kilogramını biz 80 manata satış edirik. Çünkü nəyə görə? Mən heç bir müştəriləri aldatmıram. Yəni bu fantastik bir dada tama malik baldır deyə xeyr. Bu arı özü şanı sıfırdan hördüyü üçün bunun içərisində bu cür qalın bir, yəni ki, vaşina, bu şan yoxdur. Bu daha yumuşaq olur. Əgər biz bu hər iki balı götürüb əlimizlə bu cür sıxsaq, yenə də kilogramı süzülmüş 35 manatdan satış etdiyimiz bal kimi, yəni ki, qiyməti olur. Yəni bal içərisindəki eynidir. Bu gördüyünüz şanda olan ballar, yenə deyirəm sizə, arının özünün toxuduğu şanların balını kilogramı 80 manat, arının bizim verdiyimiz şanla isə toxuduğu balın kilogramını 40 manata verilir. Süzülmüş isə 35 manata.